Salam dostlar, yarın ki siz də proyekti artıq bitirmişsiniz. Keçən dəfəki dərsimizdən Page 1-də 4 dənə temperatur sensoru və Page 2-də də 4 dənə pressure sensoru. İndi isə biz simülyasiya edib bu proyekti PLC-nin içinə download edəcəyik, yükləyəcəyik PLC-nin içinə. Burada PLC simülatora start verəndə fikir verin ki, PLC sim TCP/IP seçilsin və RAM P-ni basırıq. Gözləyib PLC tam olaraq RAM moduna düşsün. Və növbəti addım uşaqlar. Burada deməli biz seçməliyik. Component View-dan seçməliyik. Deməli bizim chartları və onları kompilasiya etməliyik. Onun üçün də chartın üstünə sağ düyməni basırsınız, compile-ı basıb gözləyirik, compile tam bit. Bəli, məndə kompilasiya bitdi dostlar. Burada 0 error və 0 warning gəldi. Close eləyirik bu hissəni və sonra keçirik bizim operator stansiyasının kompilasiyasına. Yerində OS1-i seçib compile-ı basırıq və belə bir pəncərə açılacaq. Burada next-i basırsınız. Hər iki page-imiz seçilib. Bir dənə də next-i basırsınız. Və burada dostlar diqqətli olun. Burada biz artıq IP-ni sazlamalıyıq. Tamam, bu məncə elə fikirləşdiyim birinci dəfə biz network-ı sazlayanda orada bir səhv baş verdi. Ona görə burada cancel-ı basırıq. Qaydırıq bizim hardware bölməsinə. Hardware bölməsi açılanda uşaqlar gəlir bizim şəbəkə modülündə baxaq nə problem var. Burada ikisi də eyni IP-dədir. Gəlin bunu silək. Oku basaq. Burada da oku basırıq və kompilasiya eləyək bu proyektimizi. Və qaydaq indi bizim operator stansiyasının konfigurasiyasına bir də baxaq. Burada interfeysi seçib properties'e girdik və burada bu şəbəkəni seçirik, oku basırıq. Ok, bir də buranı kompilasiya edək. Tamam, burada da error yoxdur. İndi də qaydaq bizim əsas şəbəkə moduluna baxaq. Burada bizdə keçən səfər problem çıxmışdı, səhv etməmsə. Deməli, bizdə hansı interfeys idi? Bu interfeys idi. Bunu gəlin silək. Tamam, və yeni interfeys yaradaq. Onun üçün də insert new connection və apply basırıq və artıq hər şey düzdür. Artıq işləməlidir. Tamam, close-u basırıq və kompilasiya edirik. Compile and check everything. Olsun, biraz gözləyib, bəli, error yoxdur artıq. İndi isə qaydaq bizim operator stansiyasının yerindən kompilasiya edək. Compile seçirik. Next. Burada tamam. İndi isə biz seçirik bu şəbəkəni. Şəbəkəni dedikdə, yəni bu interfeysi seçib ok düyməsini basırıq. Next. Burada defaultda saxlayırıq hamısını. Next-i basırıq və compile düyməsini basıb gözləyirik. Hardasa 5 dəqiqə kimi çəkə bilir. Yaxud da biraz çox. Ona görə mən videonu pauzaya qoyuram. Bitdikdə yenidən davam edəcəm. Bəli dostlar, məndə kompilasiya bitdi. Sizdə də çox güman ki bitib.
Burada warninglərlə tanış ola bilərsiniz, amma warning bizə çox da maraqlı deyil, əsas error olmasın. Və növbəti addımda biz artıq bizim proqram PLC-nin simulatorun içinə yükləyəcəyik. Yes. Və burada birinci modulu seçirsiniz dostlar. Kompilasiya bitdikdən sonra və proqramı yükləyəndən sonra sizdə soruşur təzədən studiyaya ki, biz restart verək modulu. Burada yes seçirsiniz sadəcə. Və görürsünüz ki, modul yenidən start run rejiminə keçdi. Növbəti addımda isə biz artıq WinSys'ini aça bilərik və burada Open Project-i basıb yerində bir qədər gözləyəcəyik ki, Systematic Manager özü avtomatikdə bizim WinSys'ini açsın. Videonu qoyacağım pauzaya, açılanda yerinə artıq açılır, ehtiyac olmadı. Burada dostlar ilk növbədə biz gəlməyik kompüterə, Properties'ə və burada Properties seçib gəlirsiniz Startup menüsuna. Startup menüsündə yoxlayın Global Script Running-sə, Alarm Logging varsa, Tagging Logging varsa, bir də Graphical Runtime varsa, heç nə əl vurmuşsunuz, keçirsiniz, deməli Graphical Runtime-a, burada Full Screen-i yığışdırın, Title, Border, Maximize, Minimize, School Bar, Status Bar, Status Bar da qalsın, eybi yoxdur. Bir də Adapted Picture, bu deməkdir ki, şəkil ekran razmerinə uyğun olaraq dəyişəcək. Deməli, turn off-da isə istəsəz saxlayın və mən adətən minimize, maximize saxlayıram, close da saxlayıram rahat söndürmək üçün. Başqa hər bir şey yerində qala bilər. Yəni, uçları yığışdırarız. Ok düyməsini basırıq. Burada da oku basırıq. İkinci addım isə burada keçirsiniz Tag Management-də. Tag Management-də seçirsiniz PLC. Məndə artıq burada var bir PLC. Burada əsas sazlama nədir? Burada baxırsınız, deməli, System Parameters-də Unit, TCP/IP, TCP/IP, yox, burada seçməliyik biz. Deməli, seçməliyik S-Online PLC SIM1. Yox, səhv etməyəmsə S7 online seçməliyik. Ok düyməsini basırıq. S-Online. Tamam. Buranı bağlayırıq və start veririk. Start verib gözləyirik. Bəli dostlar, artıq məndə WinSys pəncərəsi açıldı. Yan keçizdə də açılıb. Burada iki səhifəmiz var. Birində temperatur səhifəsidir, biri isə bizim təzyiqlər səhifəsidir. Gəlin temperatur facepointini açaq. Hal-hazırda simulasiya onlayndır deyə hər bir şey işləyir. İndi isə dostlar, bəzi parametrləri birbaşa simulatordan verəcək. Ona görə də yenidən qaydaq bizim proyektə. Baxaq, görək bizim deməli, adreslər hardan başlayırdı temperatur üçün. Deməli, symbols 512-dən 520-dən də pressure başlayırdı. Tamam, qaydaq yenidən bizim WinSys-yə və bizim PLC simi də açıq qoyaq yanında. Belə. Və bizim simulatorda artıq biz məsəl üçün həmən adresi əlavə edə bilərik. 512 Enter basırıq. Yox, bir dəqiqə.
Bəli, burada ayrı yazmaq lazımdır. Böyle bir də göstərim sizə. İB probel 512 enter'a basırsınız. Və deməli dostlar, biz burada 512 seçmişik, amma 512 bizdə birinci temperatur sensoru idi, səhv etməmişsə. Ona görə gəlin birincini deyəsən bu olmalıdır. Yox, bu 2-dir. Neçədir? Bu 1-dir. Bəli. Burada saxlayaq və qaydaq bizim simulyatora. Simulyatora qayıtdıqda dostlar, burada biz seçməliyik slider int. Slider inti seçib, çünki bu raw datadır. Yəni raw data tam emal olmamış data vardır və burada dəyişəndə əslində bizdə bu hissədə dəyişməlidir. Bəli, dəyişdi dostlar. Eyni cürdə pressure üçün eləyə bilərik. Pressure 2-də başlayırdı bizdə 520-dən, keçək o səhifəyə. Deməli, pressure 1. Burada da yazırıq IW 520. Burada probeli unutmayın və seçək buradan da slider int yoxlayaq. Bəli, qalxdı və aşağı indi. Təbrik edirəm sizi dostlar. Yəni bu birinci dərsimiz idi. Növbəti dərsimiz isə növbəti dərslərdə istəyirəm interloku izah edirəm sizə. Motorlarda, aktuatorda istifadə olunan və ikinci proyektimiz olacaq. Üçüncü proyekt isə biraz böyük proyekt olacaq. Orada PID regulatorların istifadə olunmasıdır və orada tam olaraq icmai monitoring sistemini quracağıq. Yəni, çox sağ olun dostlar və arada yenə də 3 dənə teoretik dərs olacaq. Teoretik praktiki dərs, onlara da diqqətlə baxın ki, siz bu ünvanlamanı və interloku hər bir şeyi yaxşı başa düşəsiniz. Çox sağ olun, təşəkkür edirəm.